və içirlər səhabələr. İçirlər. Sonra namaz vaxtı çatır, məğrib namazı. Və Əli ibn Əbi Talibi imam təyin edir. Əli ibn Əbi Talib də orada o sərxoş edici içki içənlərdən biri olur. Və orada Əli ibn Əbi Talib radiyallahu anhu namaz qıldırır. Və Kafirin surəsini oxuyanda Lə ə'budu mə tə'budun əvəzinə Ə'budu mə tə'budun oxuyur. Mən sizin ibadət edirəm. O zaman Allah subhanahu ta'ala bu ayəni nazil edir. Deyir ki, içkili halda ikən namaza yaxınlaşmayın. Sərxoş halda ikən namaz qılmayın. Sənin üçün daha bir əlavə. Elə həmin kitab 7-ci cild, səhifə 130. Deyir, Allah Teala Əli barəsində bu ayəni nazil etdi. Ey iman gətirənlər, sərxoş halda nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın. Namaz qılarkən, yəni Əli oxudu və oxuduğunu qarışdırdı. Allahu Ekber. Əli oxudu və oxuduğunu qarışdırdıqdan sonra Allah Teala ayə nazil etdi. Sizə and verirəm Allaha. Məyər məxluqatın ağasının tərbiyə etdiyi İmam Əli aleyhissalam araq içirdi? Sizdən kimsə haqqında təthir ayəsi nazil olmuş Əmir əl-Möminin barəsində belə deyilməsinə razı olarmı? Məyər Əmir əl-Möminin araq içirdi? Ola bilər kimsə desin ki, bu təhrimdən, yəni sərxoş halda namaz qılmağın haram edilməsindən qabaq olmuşdur. Məyər Allah Rəsulunun qardaşı Əli hətta İslamdan əvvəl belə olsa, xəbis şeylərdən olan arağı içirdi? Axı bu nifrət və yalan nədir belə? Əbu Bəkir araq içirdimi? Gəlin baxaq. Əbu Bəkir ləm yuzkar ənəhu şəribəl xamra la fil cahiliyyəti və la fil İslam. Və tə'ləmunə ənə şurbəl xamr, yəni səmməhə nəbiyyə sallallahu aleyhi və aleyhi və səlləm ummul xəbəth. وتعلمون أن كان هناك أقوام في الجاهلية على كفرهم وضلالهم كانوا يتنزهون عن شرب الخمر، وكان يعني كما قال كيف يسعى في جنون من عقل، وكان بعضهم يقال له لما لا تشرب الخمر وهم كفار، لكنهم من حكماء الناس ومن عقلائهم وأشرافهم، فكان يقول إني أرى الرجل إذا سكر اتهم أمه وواقع ابنته. Xeyr, Allah eləməsin, Əbu Bəkir araq içməkdən uzaqdır. Allah və onun Rəsulunun sevdiyi Əli isə araq içir. Təkcə araq içmir, hətta sərxoş halda namaz qılır. Allah nasiblərə lənət etsin.